Avropa Olimpiya Komitələrinin İcraya Komitəsinin növbəti iclasının İsveçrənin Lazanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın Olimpiya paytaxtı adlandırırlar. 1894-cü ildə Pierre de Coubertin tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lazannada yerləşir. Yanvarın 21-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraya Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi. Mərasimdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə görməkdən şad olduğunu bildirdi. O, Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa oyunlarını Olimpiya hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi. Bu məsələdə böyük xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Sizi evinizdə salamlamaq mənim üçün böyük şərəfdir. Bilirsiniz ki, bu sizin eviniz Olimpiya evidir. Beynəlxalq Olimpiya Komitəsi bu görüşə ev sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün bizim hamımız üçün böyük əhəmiyyəti var. Çünki bu böyük uğur qazanmış ilk Avropa oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa Olimpiya Komitəsini və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu oyunların əhəmiyyətini və Azərbaycanın oyunları yüksək səviyyədə təşkil etdiyini qəbul etdi. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki ali ordena layiq görülən Azərbaycanın birinci xanımı, Bakı 2015 birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tərcüməyi halı barədə mərasim iştirakçılarına məlumat verdi. O, ictimai xadim kimi Mehriban Əliyevanın fəaliyyətindən danışdı. Onun Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və İSESCO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif olunub. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının, Rusiyanın Qızıl Ürək və digər mükafatları alan Mehriban Əliyeva 2012-ci ildə keçirilən Avroviziya Beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onun da dedi ki, birinci Avropa oyunlarının yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının Olympic Excellence xüsusi fəxri mükafatı təqdim olunmuşdu. Sonra Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim olundu. Avropa Olimpiya Komitəsinin prezidenti, hörmətli cənab Patrik Hikki, cənab Miro, Avropa Olimpiya ailəsinin hörmətli üzvləri, xanımlar və cənablar, əziz dostlar. İlk növbədə burada bu cür səmimi qarşılanmaya görə sizə öz təşəkkürümü bildirmək istərdim. Cənab Prezident, bu cür xoş təqdimata görə sizə təşəkkür edirəm. Mən burada olmaqdan çox xoşbəxtəm. Sizin hamınızı bir daha görməkdən məmnunam. Məni bu görüşə dəvət etdiyinizə görə təşəkkür edirəm. Mən Azərbaycandakı bütün dostlarınızdan sizə atəşli salamlar gətirmişəm. Xidmətlərə görə Avropa Olimpiya Komitəsinin belə yüksək mükafatını qəbul etmək mənim üçün böyük şərəf və qürurdur. Mən çox xoşbəxtəm ki, bu mükafat mənə birinci Avropa oyunlarının uğuru münasibətilə verilib.
Cənab Prezident, icazə verin, mən bütün Bakı 2015 komandasının adından bu mükafatı qəbul edim. Cənab Prezident, mən sizə oyunların uğurla keçirilməsinə verdiyiniz əhəmiyyətli töhfəyə görə təşəkkürümü bildirmək istərdim. Sizin əminliyiniz və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk Avropa oyunlarını keçirmək barədə qərarın qəbul olunması üçün əsas oldu. Əslində bu cür oyunların keçirilməsi ideyası cənab Patrik Hickə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz etimada, köməyinizə və güclü dəstəyinizə görə sizə minnətdarıq. Bizim yanımızda olduğunuza görə sizə təşəkkür edirik. Bugün bütün idman ictimaiyyəti və bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir. Mən həmçinin ölkəmizdə Olimpiya hərəkatına göstərdiyi daimi diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Thomas Baxa təşəkkürümü bildirirəm. Onun 1-ci Avropa oyunlarının açılışında şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir. Mən bir daha oyunlara hazırlıq və təşkili prosesində verdiyi böyük dəstəyə, tövsiyələrə və tərəfdaşlığa görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və əlaqələndirmə komissiyasının sədri, bizim yaxın dostumuz Spiros Kapralasa təşəkkürümü bildirmək istərdim. Birinci Avropa oyunları, Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu. Təşkilat komitəsinin sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə müvəffəq olduq. Bizim hazırlıqlara cəmi 2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları, oyunların iştirakçıları və qonaqların hamısı oyunların həqiqətən uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən ümid edirəm və inanıram ki, biz 6000-dən çox Avropa idmançısı və minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən əminəm ki, bu oyunlar tarixdə təkcə ilk Avropa oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür mühitin yaradılması xalqlar arasında əlaqələrin, ölkələr və xalqlar arasında münasibət və qarşılıqlı hörməti möhkəmləndirir və mən əminəm ki, bugün dünyaya lazım olan məhz budur. Oyunlar bizə bu il müstəqilliyin bərpasının 25-ci il dönümünü qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox sahələrində nailiyyətlər illəri oldu. Və mən deyə bilərəm ki, 21 qızıl olmaqla 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın yüksək səviyyədə iştirakı bu inkişafın bariz nümunəsidir. Bugün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Əsrlər boyu müxtəlif milli və dini mənsubiyyəti olan insanlar Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bugün biz bu ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda 4-cü İslam həmrəyliyi oyunları keçiriləcək. Beləliklə, Bakı 2 il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir.
Və mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfər etməyə və bu mühüm tədbirlərdə iştirak etməyə dəvət etmək istərdim. Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu mənim bura ilk səfərimdir. Ümidvaram ki, görüşləriniz maraqlı və məhsuldar olacaq. Mən yeni ildə sizə və ailələrinizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür edirəm. Patrik Hickey Azərbaycanın paytaxtında 1-ci Avropa oyunlarının yüksək səviyyədə keçirdiyini bildirdi. Bakının gözəlliyinin, xüsusilə də xalqımızın qonaqpərvərliyinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, Avropa tarixində ilk dəfə baş tutan bu oyunların yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladı. Onun salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağa xahiş etdi. Bakının gözəlliyi mənim Avropalı həmkarlarımı heyrətə saldı. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, sizin bu oyunları bu səviyyədə təşkil etməyinizə heyran qaldılar. Onlar hələ də bunu heyrətlə qeyd edirlər. Və sonda mən çox dəyərli insana təşəkkürümü bildirmək istərdim. Bu sizin həyat yoldaşınız Azərbaycan Prezidenti İlham Əliyevdir. O uzaq görən möhtəşəm insandır və o olmasaydı bütün bunlar olmazdı. Sizdən bizim səmimi təşəkkürümüzü ona çatdırmağınızı xahiş edirik. Mən onun hazırda Davosda olduğunu bilirəm. Bizim ən xoş arzularımızı ona çatdırmağınızı xahiş edirik. Cənab Prezident, təşəkkür edirəm. Azərbaycan Prezidenti də məndən sizin hamınıza salamlarını çatdırmağımı xahiş etdi. Bu sözlərə görə sizə bir daha təşəkkür etmək istərdim. Mən demək istərdim ki, bu mənim üçün böyük təcrübə idi. Mən çox xoşbəxtəm ki, çoxlu yeni dostlar qazandım, çoxlu yeni məlumatlar əldə etdim və bu mənim gündəlik fəaliyyətim üçün çox faydalıdır. Bir daha demək istərdim ki, sizi hər zaman Azərbaycanda görməkdən məmnunuq. Siz Azərbaycanın həqiqi dostlarısınız. Sizi hər zaman ölkəmizdə görməyə şadıq. Təşəkkür edirəm. Daha sonra 1-ci Avropa oyunlarından bəhs edən filmin nümayişi oldu. Filmdə oyunların açılış mərasimindən müxtəlif kadrlar göstərildi. İdman yarışlarının keçirildiyi məkanlarda müşahidə olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən görüntülər mərasim iştirakçılarına təqdim olundu. Filmdə 1-ci Avropa oyunlarının bağlanış mərasiminə də yer verildi. Avropa tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak etdilər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach, London Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Sebastianko və digər nüfuzlu idman xadimləri layiq görülüblər.